Həyat diş pastası kimi axırına çatıb səni sıxanda nəyə pənah aparırsan? Şkafındakı qovuqlu sellofonları partlatırsan? Dırnaqlarını gəmirirsən? Yoxsa yorğanı başına çəkib deyirsən ki, lənət olsun bu dünyaya? Sonra birinin yanına gedirsən ki, sənə bütün bu bədbəxtliklərin uşaqlıqdan qaynaqlandığını desin və vəssalam. Amma təzyiq daha da artsa necə? Məsələn, Allah eləməmiş birdən-birə həm işdən çıxarılma kağızın gəlsə, həm əzizin xəstəxanaya düşsə, həm də çekin qarşılıqsız çıxsa, o zaman bu plastik qovuqlar hələ də səni xilas edə biləcəkmi? Mənim daha yaxşı bir fikrim var. Yəni mənim yox Allahın. Çox əlçatan olan, lakin bizim həmişə səthi yanaşdığımız etibarlı bir həll yolu. Bəqərə surəsinin 45-ci ayəsində buyurur: "Vəstə'inu bis-sabri vəs-salah." Səbir və namazla Allahdan kömək diləyin. Amma bu səbir passiv səbir deyil. Bu zirvəni görəndə nəfəsi daralan, amma addımlarını daha da möhkəmlədən alpinist səbridir. Döyüş meydanında düşmənlə üz-üzə gəlib geri çəkilməyən birinin səbridir. Yəni, həyat səni bu cür sıxanda, düşmən müharibə, sanksiya və bahalıqla səni yıxmaq istəyəndə əlin ayağın dolaşmasın. Birincisi, biraz dözümlü ol, möhkəm dayan və geri çəkilmə. İkincisi, bir dəstəmaz al, canamazı sər və Rəbbinlə 2 rəkət dərdləş. Bax, o zaman batareyan tam dolacaq və tək başına bu anlamaz Godzilla və zorbalara qalib gələcəksən.